Sumqayıt şəhərində gənc və istedadlı rəssam Gülnar Süleymanlının İlk Xəyalın Başlanğıcı adlı fərdi sərgisi keçirilib. Sənətsevərlərin, gənclərin və yaradıcılıq ictimaiyyətinin böyük marağına səbəb olan sərgidə Gülnar Süleymanlının müxtəlif mövzuları əks etdirən rəsm əsərləri nümayiş olunub. Sərgi gənc rəssamın yaradıcılıq dünyasının, sənətə baxışının və özünə məxsus dəstxəttinin təqdimatı baxımından mühüm hadisə kimi yadda qalıb. İlk Xəyalın Başlanğıcı adının özü də sərginin əsas mahiyyətini ifadə edir. Bu sərgi bir gənc istedadın sənətə olan ilk böyük addımlarını deyil, artıq formalaşmaqda olan yaradıcılıq dünyasının yeni mərhələsini nümayiş etdirir. Gülnar Süleymanlı istedadı, sənətə olan sevgisi və daim öz üzərində çalışması ilə seçilən gənc rəssamlardandır. Onun əsərlərində rənglərin harmoniyası, incə duyum və fərqli baxış diqqəti cəlb edir. Gənc rəssamın yaradıcılığında həm estetik zövq, həm də öz fikrini rənglər vasitəsilə ifadə etmək bacarığı xüsusi yer tutur. Sərgidə nümayiş etdirilən əsərlər Gülnar Süleymanlının yalnız rəsm çəkmək bacarığını deyil, həm də gördüklərini, düşündüklərini və hiss etdiklərini tamaşaçıya çatdırmaq qabiliyyətini ortaya qoyur. Onun hər bir əsərində özünə məxsus yaradıcılıq nəfəsi, incə müşahidə və sənətə ciddi münasibət hiss olunur. Tədbirdə çıxış edən Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Mahmudzadə gənc rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Rüfət Mahmudzadə çıxışında bildirib ki, Gülnar Süleymanlının əldə etdiyi uğurlar onun istedadının, məqsədyönlü fəaliyyətinin və sənətə olan böyük sevgisinin nəticəsidir. Çıxışlar zamanı Gülnar Süleymanlının sənət yolunda qazandığı uğurlardan, rəssam kimi formalaşmasından və gələcək üçün böyük potensiala malik olmasından danışılıb. Qeyd olunub ki, gənc rəssamın yaradıcılığı qarşıdakı illərdə daha böyük uğurlar üçün möhkəm zəmin yaradır. Onun sənətə yanaşması, yeni ideyalara açıq olması və daim inkişaf etməyə çalışması Gülnar Süleymanlını həmyaşıdları arasında fərqləndirən əsas xüsusiyyətlərdəndir. Tədbirdə çıxış edənlər Gülnar Süleymanlını əsl sənət fədaisi kimi xarakterizə edib, onun yaradıcılıq yolunun parlaq gələcəyini inamlarını ifadə ediblər. Sərginin əsas qəhrəmanı olan Gülnar Süleymanlı üçün isə bu tədbir yaradıcılıq həyatında xüsusi əhəmiyyət daşıyan günlərdən biri olub. Gənc rəssam öz əsərləri vasitəsilə tamaşaçı ilə dialoq quraraq sənətin insan həyatındakı mühüm rolunu bir daha nümayiş etdirib. İlk Xəyalın Başlanğıcı həm də gənc rəssamın gələcək yaradıcılıq uğurlarını bir növ başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər. Çünki Gülnar Süleymanlının sənət dünyasında artıq ilk addımlarını inamla atdığı, qarşısına böyük məqsədlər qoyduğu və həmin məqsədlərə doğru ardıcıl şəkildə irəlilədiyi görünür. Tədbirin sonunda Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin diplomu Gülnar Süleymanlıya təqdim olunub. Diplom gənc rəssamın yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətin, onun istedadına göstərilən diqqət və dəstəyin ifadəsi kimi təqdim edilib. Burada gördüyünüz şəkillər mənim üçün sadəcə kağız və boya deyil. Bu, uzun müddətdir ki, çalışdığım, öyrəndiyim şeylərin kiçik bir izidir. Mən hələ yolun əvvəlindəyəm. Ümid edirəm ki, qarşıda çoxlu öyrənəcəyim şeylər olacaq. Bəlkə də burada gördüyünüz şəkillər mənim sadəcə iş səhifələrimdir. Mən ümid edirəm ki, gələcəkdə bu hekayənin gözəl səhifələri olacaq. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.